Hər birinizi salamlayıram. Yeni vloquma və kanalıma xoş gəlmisiniz. Bu dəfə də sizin üçün maraqlı bir günlük vloq çəkmişəm. Bir gün ərzində, yəni hər kəs işdə idi. Onlar gələnə qədər təxmini 8 saat ərzində hansı işləri görürəm, bunların hamısını bir videoya sığdırmağa çalışdım. Təbii ki, hamısını çəkə bilməmişəm. Elə işlər var ki, onları edirəm. Həmin vaxtı kameranı qoşmaq yadıma düşmür. Amma çalışmışam ki, sizin üçün maraqlı bir vloq da çəkim. Gördüyüm bütün işləri çalışdım ki, vloquma daxil edeyim. Əvvəlcə səhər yeməyi ilə başladım. Alinanı da görürsüz. Mənim ayağımdan əl çəkmir. Yemək hazırlayarkən ümumiyyətlə uşaq qucağa çıxmaq istəyir. Yəni bu da mənə bir çox hallarda mane olur. Başlayıram tez yeməyini hazırlayıram Alinanın. Çünki tələsir, çox acıyıb. Və başlayıram çayımı dəmləməyə. Özüm üçün yeməyi isə Alinadan sonra hazırlayacağam. Bir çoxunuza mənim səhərlər, ümumiyyətlə gün ərzində necə qidalandığım maraqlıdır. Burada da görürsüz, belə bir qəza oldu. Yumurtam xarab çıxdı. Onu tez atıram, əllərimi şampunlayıram ki, mən belə şeylərdən çox tez iyrənirəm. Və ümumiyyətlə səhərlər, burada gördüyünüz kimi çörək qoymuşdum. Onlar da yandı. Fikirləşdim ki, göyərtinin üstünə də həmin yumurtadan nəsə tökülər. Buna görə də göyərtinin üstünü də atıram. Mən ümumiyyətlə səhərlər sakitliyi, yəni hər hansı bir qoxunun gəlməsini filan sevmirəm. Ümumiyyətlə səsə qarşı, bəzi şeylərə qarşı çox həssas oluram. Buna görə də səhər oyanar-oyanmaz o həmin saatları sakit şəkildə atlatmağa çalışıram. Bilmirəm niyə belədir, amma əvvəldən mən belə olmuşam və sakit formada heç kimə dəyib dolaşmadan günümü, yəni o səhərimi keçirməyə çalışıram çox zaman. Və yeməyə oturmamışdan əvvəldə çalışıram ki, ortalığı yığışdırım və çörəklərim də bayaq gördünüz yanmışlar. Onları da bir-birinə sürtərək tərtəmiz edirəm və başlayırıq artıq yeməyimizi yeməyə. Alinanı da görürsüz, Alina məndən tez başlamışdı. Yeməyimizi də bitirdikdən sonra artıq başlayacağım ev işlərinə. Qızlar, dünən yağış yağırdı. Biz də bu paltarları dünən yumuşduq. Tam qurumamışdı. Ona görə səhər tezdən bunları yığdım ki, islanmasın. İndi isə yenidən sərmək lazımdır. Çünki artıq hava düzəlib. Çox gözəl bir hava var. Gəlin əvvəlcə işlərə başlamadan bunları sərək. Qızlar, deməli, həm də burada da paltarlar var. Baxın, gördüyünüz kimi bunları buradan astım. Çünki yer tapa bilmədim. Həm də artıq qurumuşdu deyə islanmağını da istəmədim. İndi bunları da yerinə sərək, biraz evi səliqəyə salmaq lazımdır. Baxın, gördüyünüz kimi bayaq yemək yemişik. Alinanın tökdükləri. Bu süpürgə Alina tərəfindən hər dəfə çıxarılıb evin ortasına atılır. Burada da Alina. Güya evi süpürür, amma ki süpürgəni ancaq ortalığa atır. Süpür Aliş. Süpür evi. Ayağına sürtmə. Güya süpürür. Paltarların hamısını çalışıram ki, tez bir şəkildə bitirim. Çünki hələ yuyulacaq paltarlar da var. Bunları isə dediyim kimi səhər yağış yağdığı üçün toplamışdım ki, islanmasın, zəhmətim hədər getməsin. Çünki bir gün əvvəlki paltarlarım hamısı islanmışdı və onları məcbur olduq yenidən yumağa. Bu arada belə bir formatdan istifadə etmişəm ki, kameranı biraz uzaqdan qoyuram və bu formada da çəkilişlər edirəm. Sizcə necə görünür? Yaxşıdır belə vloquma belə kadrları daxil edeyim, yoxsa elə yaxın çəkiliş yaxşıdırmı? Bunu da rəylərdə bildirsəniz sevinərəm.
Qızlar, baxın, uşağınız səhər yeməyini tam formada yemirsə, mən ümumiyyətlə Alinanı demək olar ki, məcbur eləmirəm yemək yeməyə. Bu formada səhər yeməyini gətirib gözünün qabağına qoyuram və acdığı zaman da yeyir. Yəni siz də belə eləyə bilərsiniz, əsəbləşməyə, yəni uşağın arxasıca düşüb yemək yedirməyə ehtiyac yoxdur. Peçenye, meyvə filan hər şeyi gətirib yanına belə qoyuram. İstədiyi zaman oradan götürüb yeyir və bu məncə daha yaxşıdır. Bilmirəm sizin düşüncəniz nədirsə, hansı metodlardan istifadə edirsiniz, yazsa sevinərəm. İndi isə qızlar, keçək bu hissəni də yığışdırın. Bu hissə də belə dağılıb. Qızlar, yerin oyuncaqlarını isə heç əlimi də vurmuram. Çünki mən yığışdırdıqca Alina onsuz da tökəcək. Baxın, o saat gedir. Yəni ona görə də heç dəymirəm. Çünki Alina onlarla oynayır. Belə qaldı bu hissələrin indi tozunu almaq. Gedim bezimi gətirim. Bu hissələrin də tozunu alım və bundan sonra da hələ ki işim bitir. Kızlar, mənim işim hələ tam bitməyib. Buradakı paltarları atım yuyulsun. Sonra isə hamamı yuyaq birlikdə. Hamamı da bitirdikdən sonra keçirəm tualeti də təmizləyirəm və buranı çalışıram ki, çox uzatmayım. Bu zaman buranın təmizliyində isə Slipinin salfetlərindən daha çox istifadə edirəm. Məncə belə daha yaxşı, təmiz bir görüntü yaranır. Həm də iz buraxmır, ləkələr anındaca yox olur. Ondan sonra isə keçirəm artıq quruyan paltarları toplayıram və yeni paltarları başlayıram sərməyə. Burada isə suyumuz var idi. Bunu biz çox zaman 20 litrlik bu
baçokun içinə həmişə tökürük. Bu zaman isə fikirləşdim ki, təzəsini alarıq, amma sular da burada qalıb köhnələcəkdi. Fikirləşdim ki, bu baçokun içini yuyum, o qədər də çox şey çıxmaz. Amma görün, yamyaşıl bir su çıxdı. Neçə vaxtdır ki, biz bunu bu formada istifadə etmişik. Heç ağlıma gəlməyib ki, bunun içi çirkli olar. Yəni çirkli dediyimdə, yəni yaşıllaşıb artıq içi. Yoldaşım da dedi ki, təzəsini alarıq, amma təzəsini aldığımız zaman onun içindəki su bitənə qədər bu aldığımız sular yəni köhnələ bilər. Buna görə də fikirləşdim ki, ən yaxşısı bunu yuyum, içi tərtəmiz olsun. İndi əvvəl və sonra görüntüsünə baxın, çox fərqi olur. İçindən yamyaşıl su çıxdı. Heç inana bilmirəm ki, biz neçə vaxtdır ki, bu formada sudan içmişik. Əvvəllər, mənə əvvəldən izləyənlər bilir ki, əvvəllər su alırdıq 20 litrlik. Amma bir müddətdən sonra gördüm ki, o sudan da fərqli bir tam gəlməyə başladı. Ona görə də elə ən yaxşısı belə 10 litrlik formada alırıq, özümüz belə qabın içinə doldururuq. Bu formada daha yaxşı olur. Suyumu da doldururam. Hər zaman bu litr yarım suyu mən yanımda saxlayıram, tez-tez içirəm. Elə bilməyin ki, özüm içirəm. Yəni bədənim bunu tələb edir. Yəni arıqlamaq üçün sadəcə 2 litr su içməliyəm deyə içmirəm. Elə bil ki, mənim yəni su içməsəm dayana bilmirəm. Özümdən asılı deyil. Bundan sonra isə başlayıram yemək hazırlığına. Çox fikirləşdim ki, nə bişirə bilərəm. Dedim, ən yaxşısı qaynanan file almışdı və onu buzluqdan çıxarmışdım neçə saat əvvəl. Onun da buzu açılır. Mən də fikirləşdim ki, kotlet hazırlayayım. Həm də bir qədər nugget etmək fikrim var. Sadəcə nuggetləri hazırlayarkən bir səhv buraxmışam. Onu da indi sizə hazırlayarkən deyəcəm. Tərəvəzləri bu formada doğrayıram. Bundan sonra isə fileni doğrayıb xırda hala gətirəcəm və kotlet formasında bunları hamısını birləşdirəcəm. Mən çalışıram ki, kotlet etdiyim zaman içində kartof filan müxtəlif tərəvəzləri əlavə edim. Məncə bu formada daha çox dadlı olur. Və siz necə edirsiniz toyuq kotletini? Rəylərdə mənimlə də bölüşməyi unutmayın.
Bu arada mən bu işləri görərkən Alina da yatmışdı. Ona görə də bütün qapıları bağlamışdım. Amma o formada da heç rahat olmuram. Buna görə də tez-tez gedib baxırdım. Alinaya da nəzarət edirdim və başladım naqislərimi hazırlamağa. Bunları çox sürətləndirirəm ki, onsuz da prosesi bilirsiniz. Əslində mən əvvəl una, sonra yumurtaya, sonra isə belə suxari ununa, yəni bunları bulamalıydım, amma onları unutmuşam. Qızlar, nuggetləri hazırladım. İndi bunları qoyacağım dondurucuda, donsunlar. Bundan sonra isə ayrıca paketlərə yığacağım. Bu formada oldu. Dadı da yaxşı olar yəqin ki. Tərəvəzlərin də suyunu yaxşıca sıxaraq kotletimə əlavə edirəm və içinə bir yumurtanı da əlavə edirəm. Duz, istiot və sar kökü də təbii ki əlavə edirəm. Bu formada çox dadlı alınır. Sadəcə bir şeyə diqqət edirəm ki, bundan Alina da yeyəcəyi üçün istiotu biraz az əlavə edirəm. Ümumiyyətlə Alina artıq yeməyə başladıqdan sonra mən çalışıram ki, hazırladığım yeməklərə istiotu yəni az əlavə edim. Burada isə buzluq üçün də kotletlər ayırmaq istəyirdim. Sonradan fikirləşdim ki, yox, özümüzə güclə çatacaq. Onsuz da nuggetləri ayırmışam. Elə bunların hamısını bişirsəm yaxşıdır. Elə düzgün də qərar vermişəm. Yaxşı ki, hamısını bişirdim. Səhəri günə sadəcə 4 kotlet qalmışdı. Yəni sevildi. Evdə də maşallah olsun yeyildi. Dadı da çox yaxşı alınmışdı. Sadəcə mən bir şey xoşlamadım ki, o da bibərin dadını. Mən biberi çox sevmirəm və yeməklərdə də dadı gəldiyi zaman o qədər də çox xoşlamıram. Məncə gələn dəfə bişirəndə biber əlavə etməsəm daha yaxşı olar. Kızlar, kotletlerim de bu formada oldu. Son 4 dənəsi bişir. Belə dadlı alındı. Alina da xoşladı. Əvvəlcə supunu içdi. Ondan sonra isə bir dənə də bundan yedi. Belə pis deyil, dadı yaxşıdır. Hamısı pişdi. İndi istəyirəm bunu tavaya yığacağım. Amma tavaya yığmamış, tavanı yumaq istəyirəm ki, eyni yağın içinə təkrar qoymayım. Daha səliqəli, təmiz olsun. Bu formada bu qədər alındı. Mən yedim yeməyimi Alina ilə birlikdə. Bunlar da axşama. Biraz soysun. O vaxta kimi isə mən də bunları yuyuyorum. Burada da bəzi yenəcə qabım qalmışdı. Bir şey də nəzərinizə çatdırım ki, əgər vloqlarımı sevərək izləyirsinizsə, kanalıma abunə olmağı da unutmayın. Bu mənim üçün çox vacibdir. İndidən abunə olan hər kəsə təşəkkür edirəm. Vloqumu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Hələlik özünüzə çox yaxşı baxın.